Hazırda ADA Universitetindəyik və Baku Arquest'in 3-cü günü bir neçə dəqiqədən sonra başlayacaq. Mən gedib açılış nitqini eləyim, ondan sonra gəlin birlikdə Memarlıq və Dizayn Fakültəsini gəzək. Görək burada festival çərçivəsində nələr baş verir. Hazırda Sek Yaşam platformasının qurucusu, dizayn düşüncəsi mütəxəssis Tolga Erkmen krizisiz şəhər həyatı mövzusunda çıxış edir. Bəli, dostlar, hazırda eyni zamanda ev binasının 3 otağında müxtəlif məkanlarda və fərqli mövzularda yaradıcı seminarlar da həyat keçirilir ki, iştirakçılar həm panel müzakirəni dinləyə, həm də eyni zamanda yaradıcı seminarlarda iştirak edə bilərlər. Dostlar, onu da qeyd edək ki, Baku Arquest 2025 ADA Universitetinin nəzdində yaradılmış İtaliya-Azərbaycan kampusunda həyat keçirilir.